Bir nəfər gəldi dedi İmam Muhammed Baqir əleyhissalama ki, ağa, mənim üçün ölüm biraz çətindir. Bir niyə? Bir ölümün, yəni Əzrailin gəlib can alması çox çətindir. Yəni bu mən təsəvvür eləyəndə pis olur. Ağa buyurur ki, dəstəmaz alanda insan necə pis olar? Bir pis olmaz. Bir ölüm də belə bir haldır. Əgər sənin Allaha imanın və biz əhl-i beytə məhəbbətin, eşqin varsa, təbii haldır bu. Və sən dünyavı dəyişəcəksən xoş, rahat şəkildə. İmam Rıza əleyhissalamın mübarək qəbrinin ziyarəti cənnət cuşələrindən bir cuşədir. Bu yerə daxil oldun, Allah sənə öz rəhmətini şamil eləyər. Daxil olarsan imamın hərəminə, bağışlanarsan. İmam Cavad əleyhissalam buyurur ki, o kəslər ki, mənim atamın qəbrini ziyarət eləyir, bilsinlər ki, Allah onları bağışlayacaq. Bir nəfərin qapısına gedərsən, qapısını döyərsən, qapının arxasındadır, yəqinliyin var ki, o qapının arxasındadır. Məsələn, evdədir, yəqinliyin var. Bir dəfə döyərsən, qapını açmaz. Sənin o qədər müşkülün var, o qədər çətinliyin var ki, deyirsən ki, mütləq bu qapını açacaq. Başlayarsan ikinci dəfə qapını döyməyə. İsrarla üçüncü dəfə qapını döyəndə mütləq ki, qapı açılacaq. İmamın ziyarətinə gəlmişsən, hansısa hacəti almaq istəyirsən, bir dəfə döyməklə qapı açılmaz. Gərək onu dəfələrlə döyəsən, israrla döyəsən, təkidlə o qapını döyəsən ki, ağa, mən gəlmişəm, bu hacətimi almayınca çıxıb gedən deyil. Bu cürdə davranmaq lazımdır ki, imam bizi görür, imam bizi eşidir və bizim halımızdan xəbərdardır.